Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve la akibetu lil muttaqin ve la udvana illa alel zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefqahu qawli. Amma ba'd. Deməli biz bundan öncə la ilahe illallahın iki şərtindən bəhs etdik. Birinci şərt elm, ikinci şərt isə yəqinlik. Bu günləri isə la ilahe illallahın şərtlərindən olan qəbul haqqında danışacağıq. Və qəbul elə bir şeydir ki, Allah Resulü sallallahu aleyhi və səlləm müşriklərə la ilahe illallah dedikdə, müşrikləri bu kəlməyə dəvət etdikdə, hətta siyərdən biz bir şey keçmişdik, xatırlayırsınızsa, Abu Talib ölüm ayağındaykən Peyğəmbər sallallahu aleyhi və səlləmi müşriklər istəyirlər ki, Abu Talib vəfat etdikdən sonra Allah Resulü sallallahu aleyhi və səlləmdən aralarında bir anlaşma olsun. Artıq onu öldürə bilmədilər, zərər vura bilmədilər, çıxarda bilmədilər, qova bilmədilər, dəvətini əngəlləyə bilmədilər. Dedilər ki, Abu Talibə sən onunla bizim aramızda elə bir şey et ki, sən öldükdən sonra bizim aramızda bir problem olmasın. Allah Resulü sallallahu aleyhi və səlləmi çağırırlar. Resulullah sallallahu aleyhi və səlləm gəlir, onları dinləyir. Onlar danışırlar, biz bunu istəyirik, belə olsun, işte bu olsun, siyərdən xatırlayacağınız məsələlər. Sən bizə dəymə, biz sənə dəyməyək, sən bizim ilahlarımız haqqında danışma. Bu şəkildə uzun-uzun danışıqlar edirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara deyir ki, siz çox şey istədiniz. Yəni, gəlin mən sizə elə bir şey deyim ki, bizim aramızda, yəni elə bir kəlməyə sizi çağırım ki, onu dediyiniz zaman, onu qəbul etdiyiniz zaman bütün insanları götürün. Mən sizdən nə insan istəmirəm, mən nə mal mülk istəmirəm, mənim belə bir davam yoxdur. Yəni, nə istəyirsinizsə insanlar da sizə itaat etsinlər. Sadəcə bir kəlməyə gəlin. Nədir? La ilahə illallah. Onda müşriklər qəzəblənirlər, çıxırlar çölə və deyirlər ki, Əcə'ələl əlihətə iləhən vahidə. O ilahları tək ilah mı etdi? Yəni, onlar la ilahə illallahı qəbul etmədilər. Onlar la ilahə illallahı qəbul etmədilər. Və dedilər ki, İnnə həzə ləşeyun ucəb. Yəni, həqiqətən də bu təəccüb ediləcək bir şey. Yəni, Muhammed sallallahu aleyhi və səlləm onları çağırır nəyə? La ilahə illallaha, fəqət onlar qəbul etmirlər. Allah azza və cəllə buyurur ki, İnnəhum kənu izə qilə ləhum. La ilahə illallahu yestəkbirun. Onlara deyildikdə ki, Allahdan başqa ibadətə layiq heç bir məbud yoxdur. Yəni, la ilahə illallah onlara deyildiyi zaman onlar neynədilər? Təkəbbür göstərdilər. Yəni, la ilahə illallahı qəbul etmədilər. Deməli, la ilahə illallahı eşitmək və yaxud da onun mənasını anlamadan tələffüz etmək, həmin bu qəbul onun içərisində olmasa insana fayda vermir. O günləri müşriklər niyə la ilahə illallah demədilər? Yəni, hani bu günləri insanlar deyirlər ki, biz la ilahə illallah deyirik, düzdür? Həmin o la ilahə illallah deyən insanlar məgər la ilahə illallahı qəbul ediblər? La ilahə illallahı qəbul edən bir insan la ilahə illallah dedikdən sonra gedib qəbirlərin başında olub Allahdan başqasına məgər dua eləyə bilərmi? La ilahə illallah deyən bir insan, la ilahə illallahı başa düşən, onu qəbul eləyən insan gedib Allahdan başqasının üzərində məgər qurban kəsə bilər? Mümkün deyil. Yəni, deməli, bugün insanların asanlıqla la ilahə illallah deməsinin səbəbi, onlar həqiqi mənada la ilahə illallahı başa düşməyiblər. Əgər başa düşsəydilər, onlar da bəlkə özündən öncəkilər kimi la ilahə illallah deməyəcəkdilər. Onlar la ilahə illallahı niyə demədilər? Çünki onlar nə dedilər? Muhammed ilahları tək ilah etdi. Muhammed ilahları tək ilah etdi. Bunun üçün la ilahə illallahı qəbul etmədilər. Çünki onlar dedilər ki, bizim ilahlarımız var. Yağışı onlardan istəyirik. Nə bilim, dara düşəndə biz onların yanına gedirik, onlardan kömək istəyirik, onlara nəzir deyirik və s. Onlar nə etdilər? Öz ilahlarını tərk etmədilər. Yəni, bunu anladıqlarından dolayı nə etmədilər? Bunu anladıqlarından dolayı onlar la ilahə illallah kəlməsini tələffüz etmədilər. Amma bugünkü insanlar asanlıqla la ilahə illallah demələrinin səbəbi onlar həqiqi mənada la ilahə illallahı nə etməyiblər, başa düşməyiblər. La ilahə illallahı deyən, onu başa düşən, onu qəbul eləyən bir insan mütləq ki, nə etməlidir? La ilahə illallahı qəbul edib və ondan sonra Allahdan başqa bilməlidir ki, onun heç bir ilahı yoxdur. Yəni, onun tək ilahı aləmlərin Rəbbi olan Allahdır. Amma bu günləri insanlara baxırıq ki, la ilahə illallah deyən insanlarda həqiqi mənada nə yoxdur? Qəbul yoxdur. Çünki dediyini anlamır adam. Yəni, insan bilmədiyi bir şey necə qəbul edə bilər? Məkkəli müşriklər bir daha qeyd edirəm. Niyə görə bunu demədilər? Çünki onlar bilirdilər ki, Muhammed onlardan nə tələb edir. Baxın, aralarında danışıqdır. Normalda nə üçün gəliblər? Dala
dalaşmayaq. Sən bizim haqqımızda danışma, biz sənin haqqında danışmayın, bilməm nə eləyək, belə eləyək, elə eləyək. Bunun müqabilində Muhammed deyir ki, tamam, deyin la ilahe illallah, bütün bu söhbət bitsin. İnsanlar sizə itaat etsinlər. Siz deyin la ilahe illallah, insanlar hadi sizə itaat etsinlər. Yəni tək bu kəlməni tələffüz etmirlər. Niyə? Bir, təkəbbürlük göstərirlər. İki, bilirlər ki, Muhammedin istəmiş olduğu şey ilahları tək ilah etməkdir. Ona görə dedilər ki, bu həqiqətən də təəccüb ediləcək bir şeydir dedilər və bunu qəbul etmədilər. Bugün bir insan la ilahə illallahı dedikdən sonra baxması gerəkən ən mühüm yer nədir? Mən həqiqətən də Allahdan başqa ibadətə layiq olan bir məbud yoxdur. Bu sözü demişəm la ilahə illallahla. Fəqət mən bunu qəbul etmişəmmi? Mənim həyatımda həqiqətən də mənim Rəbbimdən başqa ilahım yoxdurmu? Yoxsa mən bu kəlməni dedikdən sonra mən uşaq istəyəndə filankəsin qəbrinə gedirəm. Mən xəstələnəndə falankəsdən kömək istəyirəm. Mən qurban kəsəndə falankəsin qəbrinə gedib qurban kəsirəm. Mən Allahdan istəməm gerəkən şeyləri Allahdan başqasından istəyirəm. O zaman mənim o Məkkəli müşriklərlə aramdakı fərq nə oldu ki? Yəni mənim o Məkkəli müşriklərlə aramdakı olan fərq nə oldu ki? Yəni onlar bu kəlməni anladılar, la ilahə illallah demədilər. Mən isə anlamadığımdan dolayı la ilahə illallah dedim. Əslində mən də la ilahə illallah deməməliyəm. Mən də onlar kimi qəbul etməliyəm ki, mənim onlarla ilahım var. Bu insan bunu düşünəndən sonra, ondan sonra qərar verəcək ki, həqiqətən də mən la ilahə illallahı, yəni Allahdan başqa ibadətə layiq olan bir məbud olmadığını mən qəbul etmişəmmi, etməmişəmmi? İnsan bunu düşündükdən sonra qərar verəcək ki, həqiqətən də o la ilahə illallahı qəbul edib yoxsa yox. Biz la ilahə illallahı qəbul etmişik. Biz bilirik ki, bizim Rəbbimizdən başqa, bizim həyatımızı idarə edəcək olan, bizim həyatımıza yön verəcək olan, bizim həyatımızda bir sıxıntı olduğu zaman, bir dara düşdüyümüz zaman, yardım istədiyimiz zaman, qurban istədiyimiz zaman gedəcəyimiz tək bir ilahımız var, o da aləmlərin Rəbbi olan Allahdır. Biz la ilahə illallahı qəbul etmişik və la ilahə illallahı qəbul etmək də budur. Fəqət la ilahə illallahı qəbul etməyən insanlar bunu tələffüz etsələr belə həmin o la ilahə illallah onlara fayda vermir. Yəni mühüm olan can alıcı nöqtə budur ki, bu günləri insanlar həqiqətən də la ilahə illallahları onlara fayda verirmi, vermirmi? Heç başqa birisinin ona gəlib bir şey anlatmasına gərək yoxdur. Heç başqa birisinin gəlib ona sənin la ilahə illallahın sənə fayda verir və ya vermir deməsinə ehtiyac yoxdur. İnsan biraz düşünsə, yəni anlasa ki, mən həqiqətən qəbul etmişəmmi, etməmişəmmi? Yəni ilahın tək bir ilah olduğunu qəbul etmişəm yoxsa yox? Eyni adama sən gəlib desən ki, sən Allahdan başqası üçün, Allahdan başqasını önünə qoyub onun üçün namaz qıla bilərsənmi? Allahdan başqasına səcdə edə bilərsənmi? Mümkün deyil deyəcək. Mən Allahdan başqasına namaz qıla bilmərəm. Allahdan başqasına namaz qılmayan adam, dua bir ibadət deyil, qurban bir ibadət deyil, dua da bir ibadətdir, qurban da bir ibadətdir. Necə ola bilər ki, namazı Allahdan başqasına qılmayan bir insan gedib Allahdan başqasına dua edir, Allahdan başqasına qurban kəsir? Mənim namazımda tək ilahım aləmlərin Rəbbi olan Allahdır, amma dua eləyəndə başqa ilahlarım da var, qurban kəsəndə başqa ilahlarım da var. Belə bir şey ola bilərmi? Belə bir şey ola bilməz. Ya sən Məkkəli müşriklər kimi deyəcəksən ki, biz bunu qəbul etmirik, bizim tək ilahımız, yəni la ilahə illallahı qəbul etməyəcəksən. Deyəcəksən ki, mən la ilahə illallah, yəni Allahın tək ilah olduğunu mən qəbul etmirəm deyəcəksən və yaxud da deyəcəksən ki, xeyr, mənim bir dənə ilahım var, o da aləmlərin Rəbbi olan Allahdır. O məni anamın bətnində yedizdirən, o məni anamın bətnində 9 ay bir suyun içərisində saxlayan, o aləmlərin Rəbbi məni anamın bətnindən çıxdıqdan sonra qidalandıran, məni böyüdən, mənə bu ağlı verən, əli verən, qolu verən, gözü verən, iradəni verən, bunların mənə verən mənim ilahım olan aləmlərin Rəbbi olan Allahdır. Bunları mənə verdiyi kimi mən yönələndə də necə ki anamın bətnində aləmlərin Rəbbi olan Allaha möhtac idim, necə ki anamın bətnindən çıxarkən aləmlərin Rəbbi olan Allaha möhtac idim. Bu gün də möhtac olduğum zaman aləmlərin Rəbbi olan Allaha yönələcəm. Bu günləri qəbirlərinə getdiyim, yardım istədiyim, hansı ki onlar heç bir şeyə qadir deyirlər. Hansı ki Allah Subhanahu va Taala onlar haqqında deyir ki, milçək gəlib onların üzərindən bir şey götürsə, onlar ondan onu geri almağa qadir deyirlər. Təsəvvür elə, misala bax. Yəni milçək gəlir, onun qəbrinin üzərindən bir şey götürür, o onu ondan geri almağa qadir deyil. İstəyən də aciz, istənilən də aciz. Yəni belə olduğu halda özünə fayda verə bilməyən insan, özünü qurtarmağa güc yetirə bilməyən insan necə ola bilər ki, bir başqasını qurtarsın? İnsan bunu düşündüyü zaman qərar verəcək ki, mən həqiqətən də la ilahə illallahı qəbul etmişəmmi, yoxsa qəbul etməmişəmmi? Bu həqiqətən də can alıcı nöqtə bu hissəsidir. Bu da ümid edirəm ki, bu danışmış olduğumuz şeylər la ilahə illallah deyən insanları bərabərində düşündürər və onlar da düşünərlər həqiqətən biz la ilahə illallahı qəbul etmişikmi, yoxsa etməmişikmi?